Salyan rayonunun Yenikənd kənd sakini Salahov Yaşar Əliyaroğlu Dünya TV kanalına müraciət edərək ona məxsus 57 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsini suvara bilmədiyini bildirib. Şikayətçinin sözlərinə görə əraziyə bitişik təsərrüfatın sahibi Əliyev Azad Fəzailoğlu ona süni maneələr yaradaraq suvarma işlərinə imkan vermir. Salahov deyir ki, Azad Əliyev kanalın qorunmaz olağında belə əkin aparıb və bu səbəbdən o torpağına su xətti çəkə bilmir. Ulu Öndər Heydər Əliyev bu torpaqları 97-ci ildə bizə verib. İslahatlar vaxtı. Bəli. Bu kişinin yerindən mənə bir qarış da olsun lazım deyil. Mənə lazımdır. Mən ekspert də təyin elətdirmişdim, məhkəmə də gəlmişdi, ekspert də təyin elətdirmişdik bura ki, ekspert gəlsin. Bu kişinin 1 hektar misal olaraq 30 sot yeri varsa, ya 1 hektar yeri varsa, ölçülsün 1 hektar verilsin müəllimə, qalan hissəsə dövlət tərəfindən mənim su kanalım bərpa olunsun. Sərəncam və əmr imzalanmışdı o məsafə müəllimdə onda icra nümayəndəsi idi. Gəlmişdi, texnika saldı, buradan mənə yol xətti verdilər. Ərazi nümayəndəsi bələdiyyə nədir indi hazırda? Hal-hazırda onların deyir bizim səlahiyyətimizdə olmayandır. Onlar mənə məktub ünvanlayıblar, ərizə formasında veriblər ki, get məhkəməyə şikayət eləyən məhkəmə yolu ilə sənin yolun. Çəkiliş zamanı Əliyev Azad da hadisə yerinə gələrək mövqeyini bildirib. O qeyd edib ki, özünə məxsus torpaq sahəsindən Salahov Yaşara su verildiyi halda təsərrüfatı su altında qalır və zərər görür. Onun sözlərinə görə Yaşar Salahov suyu yerin baş tərəfindəki mənbədən çəkməlidir. Şikayət verir ki, mənə torpağın mülkiyyətin daxilindən mənə su yolu verir. Mən onu nəzərə alıb, yəni torpağının susuz qalmağını nəzərə alaraq ona su yolu vermişəm. 2 il ardıcıl olaraq. Birinci il verəndə, kanalı verəndə atası Salahov Əliyara dedim ki, verirəm mən kanal. Lap mən köməkli eləyib sənə öz texnikamla kanal çəkərəm. Amma sənin su mənim torpağıma axsa, zərər vurduğu halda mən kanalı doldurub ləğv eləyəcəm. Suvarmada mənim torpağım qaldı suyun içində. Gəldi, mənə dəyən ziyanı ödədilər, yəni satdığım adama otun pulunu verdilər. Bəs bura nə tədbir gördü? Heç bir tədbir görə bilmədi. Demək, su axdı mənim yerimə, dedim bunu mən dolduracam. Sənə mən söz demişəm. Doldur. Çünki mənim mülkiyyətimdə olan torpaqdır. Doldurdum. Zərər dəyməsəydi mən özüm vermişdim. Dəyməsəydi, mənə tədbir görsəydi, mənə zərər vurmasaydı vermişdim. Məsələ ilə bağlı Yenikənd kənd bələdiyyəsinin sədri Məsabi Abbasov açıqlama verib. O bildirib ki, bu məsələ məhkəmə predmeti olduğuna görə araşdırma hazırda məhkəmə orqanları tərəfindən aparılır. Dünya TV olaraq vətəndaşın müraciətini işıqlandırdıq, qalır kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək, bu qərarı qanun verəcək. Elvin Qudratov, Səmir Quliyev, bugün informasiya proqramı üçün.